Ölümdən qorxub qaçma. Ölümün nəyi pisdir? Ancaq görüntüsü pis gəlir insana. Baxırsan, nə görürsən? Meyitdir, aparsan qəbr şeylə yuyursan, kəfənə bükürsən, aparsan hara torpağın altına, qəbir samlıq, qəbirlər. Hamısı qorxulu, xoşa gəlməz mənzərələrdir. Amma onun arxasında nə var? Hara gedirsən ölümlə? Onu soruşmur adamlar özləri. Bilsələr hara gedirlər, görərlər ki, görüntüsü pisdir, arxası çox gözəldir. Görüntüsü pisdir. Ahirətə gedirik. Ahirət necə bir yerdir? Bir, həmişə varsan orada. Və qorxu yoxdur ki, oğlum ölər, övladım dünyadan güzər, həyat yoldaşıma nəsə olar, evim əlimdən çıxar, pulum azalar, şan şöhrətim gedər. Belə bir şey qorxusu yoxdur. Həmişə varsan və xüsusiyyətlərindən biri budur ki, hər şey xeyrə doğrudur. Təsəvvür edin belə adam. Getdikcə ancaq daha yaxşı olacaq. Pis olma şansı yoxdur. Olduqca daha yaxşı olacaq. Nə yorulacaqsan, nə xəstələnəcəksən, nə köhnələcək vücudun. Deyə bilərsən, necə mələklər necədir sən deyir.